Bugün ulduzlar sizə təkcə bir günün proqnozunu yox, həm də həyatınızda dəyişə biləcək kiçik işarələri göstərir. Bəzən elə bir an olur ki, deyilən bir cümlə, eşidilən bir xəbər və ya qarşınıza çıxan bir fürsət bütün istiqaməti dəyişir. Məhz bu videoda hər bürc üçün diqqət etməli olduğunuz məqamları bir-bir açıqlayacağıq. Ona görə videonu sona qədər izləyin, çünki günün sonunda sizi gözləyən hissə çox güman ki, ən vacib hissə olacaq. Elə bürclər var ki, bugün böyük fürsət qazanır, elələri də var ki, bir səhv qərarla hər şey dəyişə bilər. İndi isə gəlin baxaq, bugün ulduzlar sizin bürcünüz üçün nə hazırlayıb. Qoç bürcü. Bugün sizin üçün mühüm hadisələr və gözlənilməz xəbərlərlə yadda qala bilər. Günün ilk saatlarından etibarən alacağınız bir məlumat və ya eşidəcəyiniz bir xəbər planlarınızı yenidən gözdən keçirməyə səbəb ola bilər. Əvvəllər düşündüyünüz istiqamətin dəyişməsi və ya qarşınıza tamamilə yeni bir yolun açılması mümkündür. İlk baxışdan çətin və mürəkkəb görünən bir layihə və ya təklif diqqətinizi çəkə bilər. Hətta əvvəl tərəddüd etdiyiniz bir işə yenidən maraq göstərməyə başlaya bilərsiniz. Ulduzlar göstərir ki, bugün qarşınıza çıxan bəzi imkanlar gələcək uğurlarınızın təməlini qoya bilər. Lakin hadisələrin sürətli inkişaf etməsinə baxmayaraq, hər şeyin dərhal istədiyiniz nəticəni verməyəcəyini qəbul etməlisiniz. Bugün başladığınız və ya üzərində işləməyə qərar verdiyiniz işlər səbir tələb edə bilər. İlk cəhddə uğur əldə edə bilməsəniz belə ruhdan düşməyin. Qarşılaşacağınız kiçik maneələr və gecikmələr əslində sizi daha güclü və təcrübəli edəcək. Hər uğursuz cəhd sizə növbəti addımı daha düzgün atmaq üçün vacib məlumat verəcək. Buna görə də bugün əsas silahınız qətiyyət və səbir olacaq. İş və karyera sahəsində maraqlı inkişaflar mümkündür. Qarşınıza yeni əməkdaşlıq təklifləri çıxa bilər və ya əvvəllər nəzərdən keçirmədiyiniz bir istiqamət diqqətinizi çəkə bilər. Bununla belə müttəfiqləriniz və ya iş ortaqlarınızla bəzi fikir ayrılıqları yaşana bilər. Siz hadisələrin gedişatını və gələcək imkanları digərlərindən daha tez hiss edə bilərsiniz. Güclü intuisiya sayəsində hansı istiqamətdə hərəkət etməyin daha doğru olduğunu anlayacaqsınız. Lakin ətrafınızdakı insanlar sizin bu qənaətə necə gəldiyinizi dərhal başa düşməyə bilərlər. Bu səbəbdən gün ərzində ünsiyyətə xüsusi diqqət yetirmək vacibdir. Bəzən sizə tam aydın görünən bir fikir başqaları üçün qarışıq və ya məntiqsiz görünə bilər. Belə hallarda əsəbiləşmək və ya tələsik reaksiya vermək əvəzinə vəziyyəti sakit şəkildə izah etməyə çalışın. Eyni zamanda hər şeyi dərhal izah etməyin həmişə vacib olmadığını da unutmayın. Bəzi məqamlarda gözləmək və nəticələrin özünün danışmasına imkan vermək daha ağıllı seçim ola bilər. Gün ərzində hansı mövzuda danışmağın, hansı mövzuda isə səbirli olmağın daha faydalı olacağını düzgün müəyyənləşdirmək sizə üstünlük qazandıracaq. Maddi məsələlərdə də ehtiyatlı davranmaq tövsiyə olunur. Yeni imkanlar və gələcək qazanc vəd edən təkliflər ortaya çıxa bilər. Lakin hər təklifə dərhal razılıq vermək əvəzinə detalları diqqətlə araşdırmaq vacibdir. Bugün emosional deyil, strateji düşünmək sizə daha çox fayda gətirəcək. Uzaq perspektivdə qazanc və inkişaf vəd edən variantlar qısa müddətli faydalardan daha dəyərli ola bilər. Şəxsi münasibətlərdə isə sizi anlayan və dəstəkləyən insanlarla daha sıx əlaqə qurmaq istəyəcəksiniz. Lakin bəzi yaxınlarınız sizin qərarlarınızı və planlarınızı tam başa düşməyə bilər. Bu vəziyyətdə onları məcbur etməyə çalışmayın. Vaxt keçdikcə niyyətlərinizin və planlarınızın doğruluğu daha aydın görünəcək. Münasibətlərdə səbir və anlayış göstərmək günün ən vacib məqamlarından biri olacaq. Sevgi həyatında da maraqlı hadisələr mümkündür. Münasibətdə olan qoçlar tərəfdaşları ilə gələcək planları müzakirə edə bilərlər. Buğa bürcü. Bugün diqqətinizi ilk növbədə maliyyə məsələlərinə yönəltməli olacaqsınız. Pul və maddi imkanlarla bağlı mövzularda tələskənlik etmək sizə gözlədiyiniz nəticəni verməyə bilər. Günün enerjisi göstərir ki, maliyyə qərarlarında ehtiyatlı olmaq və hər addımı əvvəlcədən düşünmək vacibdir. Əgər son günlərdə böyük alış-veriş etməyi, kredit götürməyi və ya hansısa maliyyə öhdəliyi altına girməyi planlaşdırmısınızsa, bu qərarları bir qədər təxirə salmaq daha məqsədə uyğun ola bilər. Bugün verilən tələsik qərarlar sonradan peşmanlıq yarada bilər. Xüsusilə ani alış-verişlərdən uzaq durmaq tövsiyə olunur. Gözünüzə xoş görünən və ya ilk baxışdan çox cəlbedici təsir bağışlayan məhsullar əslində düşündüyünüz qədər vacib olmaya bilər.
Emosiyaların təsiri ilə edilən xərclər büdcənizdə gözlənilməz boşluqlar yarada bilər. Ulduzlar məsləhət görür ki, hər hansı alış-veriş etməzdən əvvəl özünüzə bir neçə sual verin. Bu həqiqətən lazımdırmı? Daha sərfəli variant varmı? Bu qərarı sabah da eyni həvəslə verərdimmi? Bu cür yanaşma sizi lazımsız xərclərdən qoruyacaq. Bugün kredit götürmək, borc almaq, başqasının vəsaitindən istifadə etmək və ya öz pulunuzu riskli layihələrə yatırmaq üçün əlverişli zaman sayılmır. Maliyyə məsələlərində maksimum ehtiyatlı olmaq və riskləri minimuma endirmək daha doğru seçim olacaq. Əgər vacib maliyyə qərarı vermək məcburiyyətindəsinizsə, əvvəlcə bütün məlumatları toplamağa və mümkün qədər çox məsləhət almağa çalışın. Lakin maliyyə sahəsindəki ehtiyatlılıq həyatınızın digər istiqamətlərində uğur qazanmağınıza mane olmayacaq. Əksinə, günün digər enerjiləri kifayət qədər müsbət görünür. Xüsusilə iş və peşə fəaliyyəti ilə bağlı məsələlərdə özünüzü daha sərbəst hiss edə bilərsiniz. Bugün yalnız verilən təlimatlara əməl etmək deyil, həm də öz təşəbbüslərinizi ortaya qoymaq üçün münasib zamandır. Müstəqil qərar vermək bacarığınız diqqət çəkəcək və rəhbərlik və ya ətrafınızdakı insanlar tərəfindən müsbət qarşılanacaq. İş həyatında yeni ideyalar və fərqli yanaşmalar sizə üstünlük qazandıra bilər. Əgər uzun müddətdir həyata keçirmək istədiyiniz bir fikir varsa, bugün onun üzərində düşünmək və ilk addımları planlaşdırmaq üçün əlverişli zamandır. Bəzi buğalar üçün yeni layihənin təməli qoyula bilər. Bu layihə dərhal böyük nəticə verməsə də, gələcəkdə mühüm uğurların başlanğıcı ola bilər. Yaradıcılıqla məşğul olan buğalar üçün isə gün xüsusilə ilham verici görünür. Yeni ideyalar, maraqlı düşüncələr və fərqli baxış bucaqları ortaya çıxa bilər. Yazıçılar, rəssamlar, dizaynerlər və ümumiyyətlə yaradıcılıq sahəsində çalışanlar özlərini daha məhsuldar hiss edə bilərlər. Hətta yaradıcılıq sahəsində çalışmayan buğalar belə gündəlik problemlərə qeyri-adi və maraqlı həll yolları tapa biləcəklər. Şəxsi münasibətlərdə də müsbət enerji hiss olunur. Yaxınlarınızla münasibətlərdə daha çox anlayış və dəstək görə bilərsiniz. Ailə üzvləri və dostlarınız sizə motivasiya verə və bəzi qərarlarınızda arxanızda dayana bilərlər. Sevdiyiniz insanla münasibətlərdə isə qarşılıqlı anlaşma və səmimiyyət ön plana çıxacaq. Kiçik diqqət və qayğı jestləri münasibətləri daha da istiləşdirə bilər. Subay buğalar üçün də maraqlı tanışlıqlar ehtimalı var. Yeni insanlarla ünsiyyət zamanı təbii davranışınız və səmimiyyətiniz diqqət çəkəcək. Bugün başlayan bir tanışlıq gələcəkdə daha ciddi münasibətin əsasına çevrilə bilər. Əkizlər bürcü. Bugün sizin üçün vaxtın düzgün idarə olunması xüsusi əhəmiyyət daşıyacaq. Əgər həyata keçirmək istədiyiniz vacib planlarınız, mühüm görüşləriniz və ya həll olunmalı ciddi məsələləriniz varsa, onları günün ilk yarısına salmağa çalışın. Ulduzlar göstərir ki, səhər saatları sizin üçün ən məhsuldar və uğurlu dövr olacaq. Bu zaman həm düşüncələriniz daha aydın olacaq, həm də qarşınıza çıxan problemlərə daha sürətli və düzgün həll yolları tapa biləcəksiniz. Xüsusilə böyük ümidlər bəslədiyiniz danışıqlar, iş görüşləri və vacib qərarlar üçün günün başlanğıcı çox əlverişli görünür. Səhər saatlarında hiss edəcəyiniz enerji və motivasiya sizə başqalarından bir addım öndə olmaq imkanı verəcək. Qarışıq görünən məsələləri daha asan başa düşəcək, vacib detalları gözdən qaçırmayacaq və hadisələri düzgün istiqamətə yönləndirə biləcəksiniz. Bu səbəbdən günün ən vacib işlərini təxirə salmaq məsləhət deyil. Nə qədər tez hərəkətə başlasanız, nəticələr də bir o qədər uğurlu ola bilər. Günün ikinci yarısına doğru isə vəziyyət bir qədər dəyişə bilər. Bəzi işlərdə gözlənilməz maneələr və gecikmələr ortaya çıxa bilər. İlk baxışdan sadə görünən məsələlər əlavə diqqət və vaxt tələb edə bilər. Belə anlarda əsas məsələ ruhdan düşməmək və başladığınız işi yarımçıq qoymamaqdır. Ulduzlar xəbərdarlıq edir ki, bəzi əkizlər çətinliklərlə qarşılaşdıqda motivasiyalarını itirə və geri çəkilmək istəyə bilərlər. Əgər özünüzdə belə bir xüsusiyyət hiss edirsinizsə, əvvəlcədən dəstək ala biləcəyiniz insanları müəyyənləşdirmək faydalı olacaq. Bugün ətrafınızda sizə kömək etməyə hazır olan insanlar var, bəzən uğur qazanmaq üçün hər şeyi tək başına etmək lazım deyil. Yaxın dost, ailə üzvü və ya etibarlı həmkarın məsləhəti və dəstəyi sizin üçün həlledici rol oynaya bilər. Əsas odur ki, ehtiyac duyduğunuz zaman kömək istəməkdən çəkinməyəsiniz. Vaxtında edilən bir müraciət sizi həm vaxt itkisindən, həm də əlavə problemlərdən qoruya bilər. İş və karyera sahəsində diqqət tələb edən məqamlardan biri də sənədlərlə bağlı məsələlərdir.
Xüsusilə dövlət qurumları, rəsmi idarələr və ya sənədləşmə prosesləri ilə əlaqəli işlərdə müəyyən gecikmələr yaşana bilər. İlk baxışda bu sizi narahat edə bilər, lakin bu gecikmələrin müsbət tərəfi də var. Onlar sizə bütün sənədləri yenidən yoxlamaq, gözdən qaçmış detalları düzəltmək və gələcəkdə problem yarada biləcək səhvlərin qarşısını almaq üçün əlavə vaxt verəcək. Maliyyə məsələlərində də ehtiyatlı olmaq tövsiyə olunur. Tələsik qərarlar vermək və ya bütün məlumatları əldə etmədən hərəkət etmək arzu olunan nəticəni verməyə bilər. Pul və müqavilələrlə bağlı mövzularda diqqətli olmaq sizə üstünlük qazandıracaq. Kiçik detallara diqqət yetirməyiniz sonradan böyük problemlərin qarşısını ala bilər. Şəxsi münasibətlərdə isə anlayış və qarşılıqlı dəstək ön plana çıxacaq. Yaxınlarınız sizin narahatlıqlarınızı başa düşməyə çalışacaq və sizə mənəvi dəstək verəcəklər. Əgər son günlərdə müəyyən gərginliklər yaşanıbsa, bugün onları aradan qaldırmaq üçün münasib imkanlar yarana bilər. Səmimi söhbətlər və açıq ünsiyyət münasibətləri daha da möhkəmləndirə bilər. Sevgi həyatında da maraqlı hadisələr mümkündür. Münasibətdə olan əkizlər tərəfdaşlarının dəstəyini daha çox hiss edə bilərlər. Subay əkizlər üçün isə günün ilk yarısında baş verən bir tanışlıq və ya ünsiyyət diqqət çəkə bilər. Lakin münasibətlərin inkişafı üçün tələsməmək və hadisələrin təbii axarına imkan vermək daha doğru olacaq. Ümumilikdə bugün sizin üçün düzgün zaman seçiminin və qətiyyətin böyük əhəmiyyət daşıdığı bir gündür. Günün ilk yarısındakı imkanlardan maksimum yararlanmağa çalışın, ikinci yarıda qarşılaşacağınız maneələr qarşısında isə səbirli olun. Ulduzlar göstərir ki, əzm, diqqət və vaxtında alınan dəstək sayəsində bu günü uğurla başa vura bilərsiniz. Xərçəng bürcü. Bugün sizin üçün iki fərqli enerji daşıyan bir gün olacaq. Günün ilk saatlarında bəzi hadisələr planladığınız kimi getməyə bilər və bu da sizdə narazılıq yarada bilər. Gözlədiyiniz bir xəbər gecikə, planlaşdırdığınız bir görüş təxirə düşə və ya hansısa məsələ ilə bağlı kiçik anlaşılmazlıqlar yaşana bilər. Lakin bu vəziyyətlərin sizi ruhdan salmasına imkan verməyin. Ulduzlar göstərir ki, gün irəlilədikcə vəziyyət sürətlə dəyişəcək və müsbət enerjilər üstünlük təşkil etməyə başlayacaq. Səhər yaşanan narahatlıqların çoxu günorta saatlarına qədər öz həllini tapacaq. Hətta ilk baxışda problem kimi görünən bəzi hadisələrin sonradan sizin xeyrinizə işlədiyini görə bilərsiniz. Günün ikinci hissəsinə doğru özünüzü daha inamlı, daha rahat və daha motivasiyalı hiss edəcəksiniz. Qarşılaşdığınız çətinliklərin öhdəsindən gəlmək üçün həm daxili gücünüz, həm də ətrafınızdakı insanların dəstəyi sizə kömək edəcək. Bugün ilk növbədə əvvəllər başladığınız işləri başa çatdırmağa diqqət yetirmək tövsiyə olunur. Uzun müddətdir yarımçıq qalmış layihələr, ertələnmiş planlar və ya həyata keçirmək istədiyiniz köhnə ideyalar yenidən gündəmə gələ bilər. Ulduzlar göstərir ki, indi həmin məsələləri uğurla tamamlamaq üçün əlverişli zamandır. Yeni işlərə başlamazdan əvvəl köhnə öhdəlikləri yerinə yetirmək sizə həm rahatlıq, həm də əlavə enerji qazandıracaq. Günün enerjisi həm də səhvləri düzəltmək üçün xüsusi imkan yaradır. Əgər son zamanlar verdiyiniz bir qərara görə peşmansınızsa və ya hansısa məsələni fərqli həll etməli olduğunuzu düşünürsünüzsə, indi vəziyyəti düzəltmək üçün yaxşı fürsət yaranır. Bu xüsusilə insan münasibətlərinə aiddir. Əgər kimisə istəmədən incitmisinizsə və bunu ürəyinizdə daşıyırsınızsa, ilk addımı atmaqdan çəkinməyin. Səmimi şəkildə edilən üzr və ya açıq söhbət münasibətlərdəki buzları əridə bilər. Şəxsi münasibətlər sahəsində bugün olduqca müsbət enerjilər hiss olunur. Uzun müddətdir əlaqə saxlaya bilmədiyiniz bir dost və ya tanışla yenidən ünsiyyət qurmaq üçün əlverişli vaxtdır. Bəlkə də bir müddətdir görüşmək istədiyiniz, lakin vaxt tapa bilmədiyiniz insanla əlaqə yaratmaq münasibətlərinizə yeni nəfəs gətirəcək. İlk addımı siz atsanız, qarşı tərəfin buna sevinərək cavab verməsi ehtimalı çox yüksəkdir. İş və karyera sahəsində də müsbət inkişaflar gözlənilir. Əvvəllər çətin görünən bəzi məsələlər daha asan həll oluna bilər. Günorta saatlarından sonra qarşınıza yeni imkanlar çıxa və sizə dəstək olacaq insanlarla yollarınız kəsişə bilər. Xüsusilə mürəkkəb layihələr və məsuliyyət tələb edən işlərdə özünüzü daha güclü hiss edəcəksiniz. Bugün əldə etdiyiniz nəticələr gələcək uğurlarınız üçün mühüm təməl rolunu oynaya bilər. Maddi məsələlərdə də vəziyyət sabit görünür. Böyük risklərdən uzaq durmaq şərti ilə maliyyə planlarınızı gözdən keçirmək və gələcək addımları müəyyənləşdirmək üçün münasib gündür. Pul məsələlərində tələsmədən qərar vermək sizə əlavə üstünlük qazandıracaq.
Sevgi həyatında isə səmimiyyət və anlayış ön plana çıxır. Münasibətdə olan xərçənglər üçün köhnə narazılıqları aradan qaldırmaq və münasibətləri daha da möhkəmləndirmək üçün əlverişli zamandır. Subay xərçənglər üçün isə keçmişdən gələn bir insanın yenidən həyatlarında görünməsi və ya gözlənilməz bir tanışlığın başlanması mümkündür. Ümumilikdə günün başlanğıcındakı kiçik narahatlıqlar sizi aldatmasın. Gün irəlilədikcə hadisələr sizin xeyrinizə dəyişəcək və özünüzü daha güclü hiss edəcəksiniz. Ulduzlar göstərir ki, bugün həm köhnə problemləri həll etmək, həm də münasibətləri yaxşılaşdırmaq üçün nadir imkanlar yarana bilər. Əsas odur ki, keçmişdə qalan yarımçıq məsələləri tamamlayın və qarşınıza çıxan fürsətləri dəyərləndirməyi unutmayın. Şir bürcü. Bugün sizdən ən çox tələb olunacaq xüsusiyyət səbir olacaq. Hadisələr istədiyiniz sürətlə inkişaf etməyə bilər və bəzi məsələlərdə gözləməli olacaqsınız. Hətta sadə görünən işlər belə planlaşdırdığınızdan daha çox vaxt ala bilər. Gün ərzində gecikmələr, plan dəyişiklikləri və gözlənilməz maneələrlə qarşılaşmaq mümkündür. Lakin bunları uğursuzluq kimi qəbul etməyin. Ulduzlar göstərir ki, bu gecikmələr əslində hadisələrin daha düzgün istiqamətdə inkişaf etməsi üçün sizə verilən əlavə vaxtdır. İş həyatında bəzi layihələrin və ya vacib qərarların nəticəsi dərhal görünməyə bilər. Uzun müddətdir üzərində çalışdığınız bir işlə bağlı gözlədiyiniz cavab gecikə bilər və ya planlaşdırdığınız görüş təxirə salına bilər. Bu vəziyyətlər sizi narahat etsə də emosional qərarlar verməkdən uzaq durmaq vacibdir. Bugün nə qədər sakit və təmkinli olsanız, sonraki günlərdə bir o qədər üstün mövqedə olacaqsınız. Bəzən hadisələrin öz vaxtında baş verməsi tələsməkdən daha faydalı nəticələr gətirir. Yaradıcı fəaliyyətlə məşğul olan şirlər üçün də gün maraqlı keçə bilər. İlham tam istədiyiniz səviyyədə olmasa da bugün düşünmək, planlaşdırmaq və gələcək layihələrin əsasını formalaşdırmaq üçün əlverişlidir. Tələsik addımlar atmaq əvəzinə ideyalarınızı daha dərindən analiz etmək sizə böyük fayda verəcək. Hazırda etdiyiniz hazırlıq işləri gələcəkdə daha böyük uğurların başlanğıcı ola bilər. Bugünün ən vacib mövzularından biri də uzun müddətli planlarınız olacaq. Son zamanlar qarşıya qoyduğunuz məqsədləri və seçdiyiniz istiqaməti yenidən qiymətləndirmək ehtiyacı yarana bilər. Ola bilsin ki, əvvəllər nəzərə almadığınız bəzi vacib detallar indi diqqətinizi çəksin. Həmçinin bəzi planlarda səhvlər və ya çatışmazlıqlar olduğunu görə bilərsiniz. Bu isə pis xəbər deyil. Əksinə, indi onları görmək gələcəkdə daha böyük problemlərin qarşısını almağa kömək edəcək. Bəzi şirlər üçün isə bugün daha dərin bir fərqindəlik yarana bilər. Son aylarda məqsədlərinizin, arzularınızın və prioritetlərinizin dəyişdiyini hiss edə bilərsiniz. Vaxtilə sizin üçün çox vacib görünən bəzi mövzular artıq əvvəlki qədər maraqlı olmaya bilər. Bunun əvəzində yeni hədəflər və yeni istiqamətlər diqqətinizi çəkə bilər. Bu dəyişikliklərdən qorxmayın. İnsan inkişaf etdikcə məqsədləri də dəyişir və bu tamamilə təbii prosesdir. Maddi məsələlərdə ehtiyatlı davranmaq tövsiyə olunur. Böyük alış-verişlər və ya mühüm maliyyə qərarları verməzdən əvvəl bir qədər gözləmək faydalı ola bilər. Bugün daha çox planlaşdırmaq və hesablamalar aparmaq üçün münasibdir. Tələsik xərclər sonradan peşmanlıq yarada bilər. Şəxsi münasibətlərdə isə anlayış və səbir yenə əsas rol oynayacaq. Yaxınlarınızın davranışları bəzən sizi təəccübləndirə və ya gözlədiyinizdən fərqli ola bilər. Lakin hadisələrə emosional deyil, anlayışla yanaşmaq münasibətləri qorumağa kömək edəcək. Bəzi məsələlərə dərhal reaksiya vermək əvəzinə bir qədər zaman vermək daha doğru nəticə gətirə bilər. Sevgi həyatında da tələsməmək vacibdir. Münasibətdə olan şirlər üçün bəzi mövzuların açıq şəkildə müzakirəsi faydalı olacaq. Subay şirlər isə yeni tanışlıqlarda hadisələrin təbii axarına imkan verməlidirlər. Bugün başlayan əlaqələr yavaş inkişaf etsə də, gələcəkdə daha möhkəm təməl üzərində qurula bilər. Ümumilikdə, bugün sizin üçün dayanıb düşünmək, planları yenidən gözdən keçirmək və gələcək istiqaməti müəyyənləşdirmək günü olacaq. Ulduzlar göstərir ki, hazırda yaşanan gecikmələr və gözləmələr əslində sizi daha doğru qərarlara yönəldir. Səbirli olun, hadisələri tələsdirməyin və həyatınızda açılan yeni istiqamətləri diqqətlə izləyin. Bugün əldə etdiyiniz fərqindəlik gələcək uğurlarınız üçün çox dəyərli ola bilər. Qız bürcü. Bugün sizin üçün müəyyən çətinliklər və əlavə məsuliyyətlər gətirsə də, ümumilikdə uğur qazanmaq imkanları kifayət qədər yüksək olacaq.
Hadisələr istədiyiniz qədər sürətli inkişaf etməyə bilər və bəzi məsələlər gözlədiyinizdən daha çox vaxt tələb edə bilər. Buna baxmayaraq, düzgün yanaşma və səbir sayəsində qarşıya qoyduğunuz məqsədlərə yaxınlaşa biləcəksiniz. Ulduzlar göstərir ki, bugün uğur qazanmaq üçün əsas şərt tələsməmək və hər addımı diqqətlə planlaşdırmaqdır. Əgər hazırda mürəkkəb və məsuliyyətli bir iş üzərində çalışırsınızsa, ilk nəticələri əldə etmək üçün əlavə səy göstərməli olacaqsınız. Bəzən elə görünə bilər ki, irəliləyiş çox yavaşdır və ya görülən işlər istədiyiniz effekti vermir. Lakin bu sizi ruhdan salmamalıdır. Bugün atılan hər düşünülmüş addım gələcək uğurun əsasını formalaşdıracaq. Nəticələr dərhal görünməsə belə, zəhmətiniz boşa getməyəcək. Yeni bir layihəyə və ya işə başlamağı planlaşdıran qızlar üçün də maraqlı bir gündür. Lakin ulduzlar xəbərdarlıq edir ki, tələskənlik bugün ən böyük səhvlərdən biri ola bilər. Hər hansı yeni başlanğıc üçün əvvəlcə hazırlıq mərhələsinə ciddi yanaşmaq lazımdır. Lazımi məlumatları toplamaq, plan qurmaq və mümkün riskləri qiymətləndirmək sonradan qarşılaşa biləcəyiniz problemlərin qarşısını alacaq. Bəzi hallarda isə sadəcə bir qədər gözləmək və daha əlverişli şəraitin yaranmasını gözləmək daha doğru seçim ola bilər. İş və karyera sahəsində danışıqlar və müzakirələr gözlədiyinizdən daha uzun çəkə bilər. Tez həll olunacağını düşündüyünüz məsələlər yenidən gündəmə gələ və əlavə izahat tələb edə bilər. İlk baxışda bu sizi yorucu hiss etdirə bilər, lakin bunun da müsbət tərəfi var. Məhz bu əlavə müzakirələr sayəsində əvvəllər diqqətdən yayınan vacib detallar ortaya çıxa bilər. Sonradan problem yarada biləcək məqamları indi görmək sizin üçün üstünlük olacaq. Maraqlıdır ki, bəzi hallarda son qərarın gecikməsini siz özünüz də istəyəcəksiniz. Çünki hadisələri daha dərindən analiz etdikcə yeni məlumatlar əldə edə və əvvəlki fikirlərinizi dəyişə bilərsiniz. Bugün verilən qərarların uzun müddətli təsiri ola biləcəyindən tələsmədən hərəkət etmək ağıllı seçim olacaq. Bəzi qızlar üçün gün gözlənilməz və maraqlı təkliflərlə yadda qala bilər. Qarşınıza daha perspektivli, daha maraqlı və gələcək baxımından daha böyük imkanlar vəd edən layihələr çıxa bilər. Bu təkliflər ilk baxışda gözlənilməz görünsə də, onları ciddi şəkildə qiymətləndirmək faydalı olacaq. Ola bilsin ki, bugün həyatınızda yeni bir istiqamətin qapıları açılır. Maliyyə məsələlərində ehtiyatlı və hesablı davranmaq vacibdir. Böyük xərclər və ya riskli maliyyə qərarları üçün ən uyğun gün sayılmır. Daha çox plan qurmaq, araşdırmaq və gələcək addımları müəyyənləşdirmək məqsədə uyğun olacaq. Pul məsələlərində tələsmədən verilən qərarlar sonradan sizə üstünlük qazandıracaq. Şəxsi münasibətlərdə isə anlayış və səbir ön plana çıxır. Yaxınlarınızla ünsiyyətdə bəzi mövzular gözlədiyinizdən daha uzun müzakirə oluna bilər. Lakin qarşılıqlı hörmət və açıq ünsiyyət sayəsində anlaşılmazlıqların qarşısını almaq mümkün olacaq. Əgər son günlərdə münasibətlərdə müəyyən suallar yaranıbsa, bugün onları sakit şəkildə aydınlaşdırmaq üçün münasib şərait formalaşa bilər. Sevgi həyatında da hadisələri tələsdirməmək tövsiyə olunur. Münasibətdə olan qızlar tərəfdaşları ilə gələcəklə bağlı mövzuları daha ətraflı müzakirə edə bilərlər. Subay qızlar üçün isə maraqlı tanışlıqlar mümkündür, lakin münasibətlərin inkişafı üçün zamana ehtiyac olacaq. Ümumilikdə bugün sizə bir daha göstərir ki, böyük uğurlar çox zaman səbir, hazırlıq və düzgün planlama tələb edir. Ulduzlar göstərir ki, qarşılaşdığınız gecikmələr və əlavə müzakirələr əslində sizi daha düzgün qərarlara aparır. Sakit, diqqətli və düşünülmüş addımlarla hərəkət etsəniz, bugün gələcək uğurlarınızın təməlini qoya bilərsiniz. Tərəzi bürcü. Bugün sizin üçün maraqlı və bir qədər qeyri-adi bir enerji daşıyır. Adətən qərar verməzdən əvvəl hər şeyi ölçüb biçən, müxtəlif variantları nəzərdən keçirən siz olursunuz. Lakin bu dəfə vəziyyət tam fərqli olacaq. Siz hadisələrin mahiyyətini çox tez anlayacaq, nə etməli olduğunuzu dərhal hiss edəcək və qərar verməyə hazır olacaqsınız. Bunun əksinə olaraq, ətrafınızdakı insanlar tərəddüd içində qala, eyni mövzunu dəfələrlə müzakirə edə və sadə görünən məsələləri belə uzada bilərlər. Bu vəziyyət xüsusilə səbirsiz və emosional tərəzilər üçün əsəbi görünə bilər. Lakin ulduzlar göstərir ki, başqalarını tələsdirməyə çalışmaq bugün sizə əlavə fayda verməyəcək. İnsanlar öz sürətlərində qərar vermək istəyəcəklər və onların fikrini dəyişməyə çalışmaq yalnız vaxt və enerji itkisinə səbəb ola bilər. Daha ağıllı seçim yaranan gecikmələri öz xeyrinizə çevirmək olacaq.
Siz yaradıcı düşüncə qabiliyyətiniz sayəsində bu vaxtı yeni ideyalar üzərində işləmək, planları təkmilləşdirmək və ya gələcək addımları daha detallı şəkildə hazırlamaq üçün istifadə edə bilərsiniz. Günün ən böyük üstünlüklərindən biri də məhz budur. Başqalarının tərəddüd etdiyi vaxtda siz əlavə üstünlük qazana bilərsiniz. İş və karyera sahəsində isə intuisiyanız bugün ən güclü silahınız olacaq. Bəzi məsələlərdə məntiq sizə bir istiqamət göstərə bilər, amma daxili hissləriniz tamamilə başqa bir yolu işarə edəcək. Ulduzlar məsləhət görür ki, bugün intuisiyanıza daha çox etibar edin. Çünki hadisələrin görünməyən tərəflərini hiss etmək və gələcək nəticələri əvvəlcədən sezmək qabiliyyətiniz həmişəkindən daha güclü olacaq. Mürəkkəb problemlərin həllində məhz bu daxili hisslər sizə düzgün qərarlar verməyə kömək edə bilər. Həmkarlar və rəhbərliklə münasibətlərdə də düzgün yanaşmanı tapmaq asan olacaq. Siz insanların əsl niyyətlərini və münasibətlərini daha yaxşı hiss edəcək, buna uyğun davranış seçə biləcəksiniz. Bu da sizi mümkün münaqişələrdən uzaq saxlayacaq və peşəkar nüfuzunuzu artıracaq. Əgər vacib görüş və ya danışıqlar planlaşdırılıbsa, sakit və inamlı davranışınız sizə üstünlük qazandıracaq. Bugün xüsusilə yaradıcı düşünən və yenilikdən qorxmayan tərəzilər üçün uğurludur. Əgər uzun müddətdir sınamaq istədiyiniz yeni bir üsul, layihə və ya ideya varsa, onun üzərində düşünmək və ilk addımları atmaq üçün əlverişli zamandır. Standart yanaşmaların nəticə vermədiyi sahələrdə qeyri-adi həll yolları tapmaq bacarığınız diqqət çəkəcək. Başqalarının risk hesab etdiyi addımlar sizin üçün yeni imkanların qapısını aça bilər. Maddi məsələlərdə isə balanslı yanaşma vacibdir. Tələsmədən verilən qərarlar daha uğurlu olacaq. Xüsusilə böyük alış-verişlər və ya maliyyə öhdəlikləri ilə bağlı mövzularda əlavə məlumat toplamaq faydalıdır. Bugün emosiyalara deyil, həm intuisiyaya, həm də məntiqə birlikdə güvənmək lazımdır. Şəxsi münasibətlərdə də maraqlı hadisələr yaşana bilər. Yaxınlarınızın qərarsızlığı və ya tərəddüdü sizi təəccübləndirə bilər. Lakin onların mövqeyini anlamağa çalışsanız, münasibətlər daha rahat inkişaf edəcək. Bəzən sadəcə gözləmək və insanlara öz nəticələrinə gəlmək üçün vaxt vermək ən düzgün addım olur. Sevgi həyatında isə romantik enerjilər güclənir. Münasibətdə olan tərəzilər tərəfdaşları ilə daha səmimi və açıq ünsiyyət qura biləcəklər. Subay tərəzilər üçün isə maraqlı tanışlıq ehtimalı yüksəkdir. Xüsusilə qeyri-adi şəraitdə və ya gözlənilməz bir vəziyyətdə başlayan ünsiyyət diqqətinizi çəkə bilər. Ümumilikdə, bugün sizin üçün sürətli qərarlar, güclü intuisiya və yaradıcı yanaşmalar günü olacaq. Ətrafdakıların tərəddüd etməsi sizi narahat etməsin. Ulduzlar göstərir ki, yaranan hər gecikmə əslində sizə əlavə imkanlar qazandırır. Daxili hisslərinizə güvənin, yeni ideyalardan çəkinməyin və hadisələrin inkişafını sakit şəkildə izləyin. Bugün əldə etdiyiniz üstünlüklər yaxın gələcəkdə mühüm uğurlara çevrilə bilər. Əqrəb bürcü. Bugün uzun müddətdir yarımçıq qalan işləri tamamlamaq və keçmişdən açıq qalmış məsələləri birdəfəlik həll etmək üçün çox əlverişli bir gündür. Son vaxtlar müxtəlif səbəblərdən təxirə saldığınız işlərə yenidən qayıtmaq qərarına gəlsəniz, gözlədiyinizdən daha sürətli nəticələr əldə edə bilərsiniz. Bir vaxtlar sizə çətin və ya yorucu görünən tapşırıqlar indi daha asan həll olunacaq. Bu da sizə həm rahatlıq hissi verəcək, həm də yeni və daha maraqlı layihələrə vaxt ayırmaq imkanı yaradacaq. Günün enerjisi yarımçıq qalmış söhbətləri və uzun müddətdir həllini tapmayan mübahisələri də yenidən gündəmə gətirə bilər. Əgər yaxınlarınızla, dostlarınızla və ya iş ortaqlarınızla açıq qalan bir mövzu varsa, onu müzakirə etmək üçün uyğun zamandır. Bugün fikirlərinizi aydın ifadə etmək və qarşı tərəfi anlamaq bacarığınız xüsusilə güclü olacaq. Siz həm doğru sözləri tapacaq, həm də mövqeyinizi əsaslandırmaq üçün kifayət qədər inandırıcı arqumentlər ortaya qoya biləcəksiniz. Hətta uzun müddətdir həll olunmayan bir problemin çıxış yolunu məhz sizin təklif etməyiniz mümkündür. İş və karyera sahəsində isə diqqət mərkəzində olmaq şansınız yüksəkdir. Son dövrlərdə göstərdiyiniz zəhmət və əldə etdiyiniz nəticələr artıq öz bəhrəsini verməyə başlaya bilər. Rəhbərlik və ya nüfuzlu şəxslər sizin fəaliyyətinizi daha yaxından izləyə bilərlər. Bu səbəbdən bugün öz uğurlarınızı gizlətmək və ya arxa planda qalmaq düzgün seçim olmayacaq. Əksinə, gördüyünüz işləri və əldə etdiyiniz nəticələri inamla nümayiş etdirmək sizə yeni imkanlar qazandıra bilər. Əgər karyeranızda yüksəliş, vəzifə dəyişikliyi və ya yeni məsuliyyətlər əldə etmək istəyirsinizsə, bugün öz potensialınızı göstərməkdən çəkinməyin.
Təvazökarlıq yaxşı xüsusiyyətdir, lakin bəzən həddindən artıq təvazökarlıq insanın əməyinin görünməməsinə səbəb olur. Ulduzlar xəbərdarlıq edir ki, nailiyyətlərinizin başqalarının adına yazılmasına və ya ortaq layihələrdə rolunuzun kölgədə qalmasına imkan verməyin. Bugün öz haqqınızı müdafiə etmək və zəhmətinizin qiymətləndirilməsini tələb etmək tamamilə haqlı addım olacaq. Maliyyə məsələlərində də müsbət tendensiyalar hiss oluna bilər. Əvvəllər göstərdiyiniz səylərin nəticəsində müəyyən qazanc əldə etmək və ya gələcək gəlirlərlə bağlı ümidverici xəbərlər almaq mümkündür. Lakin yenə də riskli qərarlardan uzaq durmaq və hər şeyi diqqətlə analiz etmək faydalı olacaq. Şəxsi münasibətlərdə isə səmimiyyət və açıq ünsiyyət ön plana çıxır. Uzun müddətdir danışılmayan mövzuların gündəmə gəlməsi mümkündür. Bu söhbətlər əvvəlcə çətin görünsə də nəticədə münasibətlərin daha sağlam və möhkəm olmasına kömək edə bilər. Yaxınlarınız sizin dürüstlüyünüzü və açıq mövqeyinizi yüksək qiymətləndirəcəklər. Sevgi həyatında da maraqlı inkişaflar gözlənilir. Münasibətdə olan əqrəblər tərəfdaşları ilə vacib məsələləri müzakirə edə və aralarındakı anlaşmanı gücləndirə bilərlər. Subay əqrəblər üçün isə diqqət çəkmək və maraq oyatmaq baxımından uğurlu gündür. Xarizmanız və özünə inamınız ətrafınızdakı insanların diqqətindən yayınmayacaq. Ümumilikdə bugün sizin üçün tamamlanma, özünü ifadə və uğurların görünməsi günüdür. Ulduzlar göstərir ki, həm keçmişdən qalan məsələləri həll etmək, həm də gələcək uğurlar üçün özünüzü göstərmək baxımından əla imkanlar yaranır. Öz dəyərinizi gizlətməyin, zəhmətinizin nəticələrini nümayiş etdirin və inamla irəliləyin. Bugün atacağınız addımlar yaxın gələcəkdə karyera və şəxsi həyatınızda mühüm dəyişikliklərin başlanğıcı ola bilər. Oxatan bürcü. Bugün sizin üçün tamamilə rahat və qayğısız keçməsə də həyatınıza maraqlı yeniliklər və ruhlandırıcı hadisələr gətirə bilər. Gün ərzində alacağınız bir xəbər, eşidəcəyiniz bir məlumat və ya qarşınıza çıxacaq bir təklif gələcəklə bağlı düşüncələrinizi dəyişdirə bilər. Bəzi imkanlar ilk baxışda gözlənilməz görünsə də onları diqqətlə qiymətləndirmək faydalı olacaq. Ulduzlar göstərir ki, bugün qarşınıza çıxan bəzi təkliflərdən imtina etmək istəməyəcəksiniz və bunun üçün kifayət qədər səbəbiniz olacaq. Bununla yanaşı, keçmişdə artıq həll olunduğunu düşündüyünüz bəzi məsələlər yenidən gündəmə gələ bilər. Uzun müddət əvvəl bağlanmış hesab etdiyiniz bir problem, yarımçıq qalmış bir iş və ya köhnə bir məsələ yenidən diqqət tələb edə bilər. İlk anda bu sizi bir qədər yorğun hiss etdirə bilər. Çünki irəli baxmaq istədiyiniz bir vaxtda keçmişə qayıtmaq məcburiyyətində qalacaqsınız. Lakin bu dəfə həmin məsələləri daha asan və daha yetkin yanaşma ilə həll edə biləcəksiniz. Gün ərzində ünsiyyət də mühüm rol oynayacaq. Ola bilsin ki, çox da sevmədiyiniz və ya münasibətlərinizin həmişə asan olmadığı insanlarla danışmaq məcburiyyətində qalasınız. Bununla belə, siz vəziyyətə əvvəlkindən daha sakit yanaşacaqsınız. Ən vacibi odur ki, bu insanlar və ya yaranan çətinliklər sizin əhvalınızı korlaya bilməyəcək. Həyata müsbət baxışınız və optimist xarakteriniz gün boyu sizi irəli aparacaq. Məhz bu müsbət enerji ətrafınızdakı insanlara da təsir göstərəcək. Son vaxtlar sizinlə daha yaxın münasibət qurmaq istəyən insanlar bugün təşəbbüs göstərə bilərlər. Yeni dostluqların başlanması və ya mövcud münasibətlərin daha da yaxınlaşması ehtimalı yüksəkdir. İnsanlar sizin səmimiyyətinizi, həyatsevərliyinizi və pozitiv enerjinizi hiss edəcəklər. Bəzi hallarda ilk addımı qarşı tərəf atacaq və sizə sadəcə bu münasibətə açıq olmaq qalacaq. İş və karyera sahəsində gün müəyyən məsuliyyətlər gətirsə də, perspektivli imkanlar da yarada bilər. Köhnə layihələrə qayıtmaq və ya yarımçıq qalan işləri tamamlamaq lazım gələ bilər. Bununla yanaşı, yeni təkliflər və əməkdaşlıq imkanları da diqqətinizi çəkə bilər. Bugün ən böyük üstünlüyünüz dəyişikliklərə uyğunlaşmaq bacarığınız olacaq. Maliyyə məsələlərində isə xüsusi ehtiyatlılıq tələb olunur. Ulduzlar xəbərdarlıq edir ki, bugün yalnız şansa güvənmək doğru olmaz. Qazanc əldə etmək və ya maliyyə vəziyyətinizi yaxşılaşdırmaq üçün məntiqli qərarlar vermək lazımdır. Riskli investisiyalar, şübhəli təkliflər və düşünülməmiş alış-verişlər sonradan peşmanlıq yarada bilər. Əgər hər hansı maliyyə qərarı vermək niyyətindəsinizsə, bütün detalları diqqətlə araşdırın. Ağıllı qənaət bugün sizin ən yaxşı müttəfiqiniz olacaq. Büdcənizi qorumaq və lazımsız xərclərdən uzaq durmaq gələcəkdə sizə rahatlıq gətirəcək. Kiçik görünən qənaət addımları belə sonradan böyük fərq yarada bilər.
Bu səbəbdən emosional deyil, planlı və hesablanmış yanaşma seçmək vacibdir. Şəxsi münasibətlərdə isə xoş enerjilər üstünlük təşkil edir. Münasibətdə olan oxatanlar tərəfdaşları ilə daha çox vaxt keçirmək və qarşılıqlı anlaşmanı gücləndirmək imkanı əldə edə bilərlər. Subay oxatanlar üçün isə yeni tanışlıqlar və maraqlı ünsiyyətlər baxımından uğurlu gündür. Xüsusilə sizinlə eyni enerjini paylaşan insanlarla yaxınlaşmaq şansı yüksəkdir. Ümumilikdə bugün bəzi çətinliklər və gözlənilməz geri dönüşlər gətirsə də müsbət hadisələr onların təsirini azaldacaq. Ulduzlar göstərir ki, optimizminizi qorusanız, köhnə problemləri həll edə, yeni imkanlar qazana və maraqlı insanlarla tanış ola bilərsiniz. Əsas odur ki, maliyyə məsələlərində ehtiyatlı davranın və qarşınıza çıxan fürsətləri diqqətlə qiymətləndirin. Bugün həyatsevərliyiniz və müsbət enerjiniz sizə bir çox qapıları aça bilər. Oğlaq bürcü. Bugün sizin üçün düşünülmüş qərarların, düzgün planlaşdırmanın və soyuqqanlı yanaşmanın böyük üstünlük qazandıracağı bir gün olacaq. Ətrafınızda hadisələr sürətlə dəyişsə və bəzi insanlar tələsik qərarlar verməyə çalışsalar da, siz öz ənənəvi təmkininizi qoruyacaqsınız. Hər hansı vacib addım atmazdan əvvəl vəziyyəti diqqətlə analiz etmək, mümkün riskləri qiymətləndirmək və dəqiq plan qurmaq istəyəcəksiniz. Məhz bu yanaşma gün ərzində sizi bir çox səhvdən və lazımsız problemlərdən qoruyacaq. Bugün vacib işlərə başlamaq və ya uzun müddətdir üzərində düşündüyünüz məsələləri həll etmək üçün əlverişli imkanlar yaranır. Siz hadisələrə emosiyalarla deyil, məntiqlə yanaşacaqsınız. Bu da ətrafınızdakı insanların görə bilmədiyi detalları görməyə kömək edəcək. Bəzi insanlar tələsik qərarların arxasınca gedərkən siz daha uzaq perspektivi düşünəcək və gələcək nəticələri hesablayacaqsınız. Nəticədə isə günün sonunda daha doğru mövqedə olduğunuzu görə bilərsiniz. İş və karyera sahəsində xüsusilə diqqətli və strateji davranacaqsınız. Hər hansı yeni əməkdaşlıq, müqavilə və ya ortaq layihə ilə bağlı qərarlar verərkən bütün detalları araşdırmaq istəyəcəksiniz. Bugün ehtiyatlı olmaq sizin üçün ən doğru seçimdir. Ulduzlar göstərir ki, xüsusilə yeni tanış olduğunuz və ya haqqında kifayət qədər məlumatınız olmayan insanlarla işləyərkən əlavə diqqət göstərmək lazımdır. Hər kəsin niyyətini və imkanlarını tam başa düşmədən ciddi öhdəliklər götürmək tövsiyə olunmur. Bəzi insanlar sizin ehtiyatlı davranışınızı həddindən artıq şübhəçilik və ya qərarsızlıq kimi qiymətləndirə bilərlər. Hətta sizi tənqid edən və daha sürətli hərəkət etməyinizi istəyən şəxslər də ola bilər. Lakin onların fikirləri sizi narahat etməməlidir. Çünki çox güman ki, həmin insanlar vəziyyətin bütün tərəflərini və sizin üzərinizdə olan məsuliyyətləri tam görmürlər. Bugün başqalarının təzyiqi ilə deyil, öz məntiqiniz və təcrübənizlə hərəkət etmək daha doğru olacaq. Maliyyə məsələlərində də ehtiyatlı yanaşma üstünlük təşkil etməlidir. Böyük xərclər, investisiyalar və ya uzun müddətli maliyyə öhdəlikləri ilə bağlı qərarlar verərkən hər detalı diqqətlə yoxlamaq vacibdir. Tələsik qərarlar əvəzinə əlavə məlumat toplamaq və variantları müqayisə etmək sizə daha çox fayda verəcək. Hazırda maliyyə sabitliyini qorumaq risk etməkdən daha əhəmiyyətlidir. Şəxsi münasibətlərdə isə sakitlik və balans hiss olunacaq. Ətrafınızdakı insanlar sizin məntiqli və təmkinli davranışınızı yüksək qiymətləndirə bilərlər. Ailə üzvləri və yaxınlarınız bəzi məsələlərdə sizin məsləhətinizə ehtiyac duya bilərlər. Bugün sizin sözləriniz insanlara güvən və rahatlıq verə bilər. Sevgi həyatında da emosional partlayışlardan daha çox sabitlik ön plana çıxır. Münasibətdə olan oğlaqlar üçün qarşılıqlı anlayış və gələcəklə bağlı planların müzakirəsi üçün uyğun gündür. Subay oğlaqlar isə yeni tanışlıqlarda tələsməməli, insanları daha yaxından tanımağa çalışmalıdırlar. Bugün yaranan münasibətlər yavaş inkişaf etsə də, gələcəkdə daha möhkəm təməl üzərində qurula bilər. Günün ümumi enerjisi göstərir ki, bugün uğurunuzun sirri məhz səbirli, planlı və ehtiyatlı davranmağınızda olacaq. Ulduzlar sizə emosiyalara deyil, məntiqə güvənməyi tövsiyə edir. Qarşınıza çıxan imkanları diqqətlə qiymətləndirin, tələsməyin və başqalarının tənqidlərinin sizi yolunuzdan döndərməsinə imkan verməyin. Bugün atdığınız düşünülmüş addımlar yaxın gələcəkdə sizə sabitlik, etibar və mühüm uğurlar qazandıra bilər. Dolça bürcü. Bugün sizin üçün bir qədər qarışıq və gərgin keçə bilər.
Görüləcək işlərin sayı düşündüyünüzdən çox olacaq və ən çətini odur ki, nəyə ilk olaraq başlamağın lazım olduğunu dərhal müəyyənləşdirmək asan olmayacaq. Günün əvvəlində işlər bir qədər qeyri-müəyyən görünə bilər və vəziyyətə tam nəzarət etdiyinizi hiss etməyə bilərsiniz. Bəzi məsələlərdə qərar vermək üçün əlavə vaxt lazım olacaq və bu da sizi bir qədər yora bilər. Lakin bu hal müvəqqətidir və günün ümumi gedişinə ciddi mənfi təsir göstərməyəcək. İş mühitində bəzi anlaşılmazlıqlar və qeyri-dəqiq vəziyyətlər ortaya çıxa bilər. Hər şeyi dərhal həll etmək mümkün olmaya bilər, buna görə də tələsmədən vəziyyəti müşahidə etmək və düzgün istiqaməti müəyyənləşdirmək vacib olacaq. Bəzi hallarda kimdənsə məsləhət almaq istəsəniz də, bugün bu o qədər də asan olmayacaq. İnsanlar ya məşğul olacaq, ya da vəziyyəti sizin qədər aydın görə bilməyəcəklər. Buna görə də ən doğru yol öz daxili səsinizə, yəni intuisiyanıza güvənmək olacaq. Ulduzlar göstərir ki, məhz sizin hissləriniz bugün düzgün qərarlar verməkdə ən etibarlı bələdçiniz ola bilər. Günün ilk yarısı xüsusilə diqqət və dəqiqlik tələb edən işlər üçün əlverişlidir. Xırda detallar, sənədlərlə bağlı məsələlər, planlaşdırma və ya analiz tələb edən işlərə fokuslanmaq daha yaxşı nəticə verəcək. Bu işlər sizə ilk baxışda maraqsız və yorucu görünə bilər, lakin onları vaxtında həll etməsəniz, sonradan daha böyük problemlər yarana bilər. Ona görə də özünüzü toparlayaraq bu məsuliyyətləri yerinə yetirmək vacibdir. Günün ikinci yarısına doğru isə vəziyyət dəyişməyə başlayacaq. Enerji bir qədər yüngülləşəcək və siz daha yaradıcı, daha sərbəst düşüncə tələb edən işlərə keçid edə biləcəksiniz. Bu mərhələdə öz bacarıqlarınızı göstərmək və fərqli yanaşmalar tətbiq etmək üçün yaxşı imkanlar yaranacaq. Xüsusilə yaradıcılıq, ideya generasiyası və ya yeni həll yolları tapmaq tələb edən sahələrdə özünüzü daha rahat hiss edəcəksiniz. Şəxsi münasibətlərdə isə günün ilk hissəsində bir qədər gərginlik və anlaşılmazlıq ola bilər. Lakin gün irəlilədikcə ünsiyyət daha rahat və səmimi hala gələcək. Yaxınlarınızla açıq və sakit danışıq aparmaq münasibətləri yumşalda bilər. Əgər hər hansı kiçik fikir ayrılığı yaranarsa, onu böyütməmək daha yaxşıdır. Sevgi həyatında da günün əvvəlində bir qədər soyuqluq və ya qeyri-müəyyənlik hiss oluna bilər. Lakin bu vəziyyət daimi deyil. Günün ikinci yarısında daha səmimi ünsiyyət və qarşılıqlı anlayış üçün şərait yaranacaq. Münasibətdə olan dolçalar üçün birlikdə planlar qurmaq və gələcək haqqında düşünmək faydalı ola bilər. Subay dolçalar üçün isə günün sonuna doğru maraqlı və qeyri-adi tanışlıq ehtimalı ortaya çıxa bilər. Maliyyə məsələlərində isə tələsməmək və diqqətli olmaq vacibdir. Bugün verilən impulsiv qərarlar sonradan əlavə çətinliklər yarada bilər. Xüsusilə xərclər və riskli addımlar barədə 2 dəfə düşünmək faydalıdır. Ümumilikdə bugün sizin üçün biraz xaotik başlasa da, düzgün yanaşma ilə uğurlu nəticələr əldə etmək mümkündür. Ulduzlar göstərir ki, günün açarı səbir, diqqət və öz daxili hisslərinizə güvənməkdir. İlk çətinliklər sizi ruhdan salmasın, günün ikinci yarısı daha aydın və daha məhsuldar olacaq. Balıqlar bürcü. Bugün sizin üçün xüsusilə ilham verici və yaradıcı enerjilərlə dolu bir gündür. Ulduzlar göstərir ki, məhz sizi ruhlandıran, maraqlandıran və daxili motivasiyanızı artıran işlərdə daha çox uğur qazana bilərsiniz. Rutin və darıxdırıcı tapşırıqlardan çox, yaradıcılıq tələb edən, yeni ideyalar ortaya qoymağa imkan verən sahələrdə özünüzü daha güclü və məhsuldar hiss edəcəksiniz. Bu səbəbdən günün əsas açarı sizin üçün maraq və ilham olacaq. Bir çox balıqlarda bugün yaradıcılıq qabiliyyəti daha güclü şəkildə üzə çıxacaq. İdeyalarınız daha orijinal, baxış bucağınız isə daha fərqli olacaq. Ətrafınızdakı insanlar sizin düşüncə tərzinizə diqqət yetirə bilər və bu müsbət reaksiyalar doğura bilər. Hətta gözləmədiyiniz halda yaxın zamanda yeni iş təklifləri və ya maraqlı əməkdaşlıq imkanları ilə qarşılaşma ehtimalınız da var. Bugün atdığınız yaradıcı addımlar gələcəkdə daha böyük qapıların açılmasına səbəb ola bilər. İş mühitində hadisələrə yanaşma tərziniz bugün xüsusilə fərqlənəcək. Siz problemləri adi qaydalarla deyil, daha çevik və qeyri-adi üsullarla həll etməyə çalışacaqsınız. Bu yanaşma isə olduqca uğurlu nəticələr verə bilər. Həmkarlarınız və rəhbərlik sizin təklif etdiyiniz ideyaları maraqla qarşılayacaq və onları dəyərləndirməyə çalışacaq. Uzun müddətdir gözlənilən bəzi dəyişikliklərin başlanğıcı məhz bugün qoyula bilər. Əvvəllər sizin bacarıqlarınıza şübhə ilə yanaşan və ya sizi tam dəyərləndirməyən insanlar da bugün fikirlərini dəyişməyə başlaya bilərlər.
Onlar sizin nə qədər yaradıcı, bacarıqlı və potensiallı olduğunuzu daha aydın görəcəklər. Bu isə həm iş münasibətlərində, həm də ümumi nüfuzunuzda müsbət dəyişikliklərə səbəb ola bilər. Bəzi insanlar hətta sizinlə münasibətləri yaxşılaşdırmaq və əməkdaşlığı gücləndirmək üçün təşəbbüs göstərə bilərlər. Günün enerjisi həm də yeni ideyaların reallaşdırılması üçün əlverişlidir. Əgər uzun müddətdir düşündüyünüz bir layihə və ya plan varsa, bugün onun üzərində işləmək üçün yaxşı bir başlanğıc ola bilər. Hər şey dərhal mükəmməl olmasa da, atdığınız addımlar gələcək uğurların təməlini qoya bilər. Şəxsi münasibətlərdə də daha açıq və səmimi ünsiyyət ön plana çıxır. İnsanlarla ünsiyyətiniz daha yumşaq və anlayışlı olacaq, bu da münasibətlərinizi daha da gücləndirə bilər. Yaxınlarınız sizin pozitiv enerjinizi hiss edəcək və sizə daha çox dəstək göstərməyə çalışacaqlar. Sevgi həyatında isə romantik və emosional baxımdan maraqlı inkişaflar mümkündür. Münasibətdə olan balıqlar üçün tərəfdaşları ilə daha dərin və səmimi ünsiyyət qurmaq imkanı yaranacaq. Subay balıqlar üçün isə gözlənilməz və maraqlı tanışlıq ehtimalı yüksəkdir. Xüsusilə yaradıcı və ya qeyri-adi düşüncəyə sahib insanlarla yaxınlaşma ehtimalı var. Maliyyə məsələlərində isə gün nisbətən sabit görünür. Böyük risklərdən uzaq durmaq şərti ilə kiçik və planlı addımlar atmaq faydalı ola bilər. Əsas diqqət yaradıcı ideyaların gəlirə çevrilməsi imkanlarına yönəlməlidir. Ümumilikdə bugün sizin üçün ilham, yaradıcılıq və yeni imkanlar günü olacaq. Ulduzlar göstərir ki, fərqli düşünmək və özünüzə güvənmək sizə həm işdə, həm də şəxsi həyatda mühüm üstünlüklər qazandıra bilər. Bugün ortaya çıxan ideyalar gələcəkdə böyük dəyişikliklərin başlanğıcı ola bilər.